Hər il fevralın 1-i yekunlaşan ov mövsümü bu il martın 1-nədək uzadılıb. Səbəb quşların miqrasiyası və heyvanların mövcud populyasiyasıdır. Quş növlərinin qışlanma dövrünün xüsusiyyətləri və ov həvəskarlarının müraciəti nəzərə alınaraq ov mövsümünün uzadılması məqsədə müvafiq hesab olunub. Ov mövsümü müddətində vətəndaşlar mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməli, yalnız müəyyən edilmiş limitlər daxilində və qanuni ov icazə sənədləri əsasında ov etməlidirlər. Qadağan olunmuş ərazilərdə, o cümlədən xüsusi mühafizə olunan təbiət əraziləri olan Milli Park və Dövlət Təbiət Qoruqlarının ərazilərində ov hallarına yol verilməməlidir. Hazırda ölkəmizdə 10 ovçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlar əsasən Aran, Şimal-Qərb və Cənub zonasında yerləşir. Qeydiyyatda olan ovçu sayı 30 mindən çoxdur, amma hər kəs peşəkar ovçu ola bilməz. Qaydalar var. Əsas şərt ovlanmasına icazə verilən növləri dəqiq tanımaqdır. Azərbaycanda ov mövsümündə yalnız su bataqlıq quşlarının ovlanmasına icazə verilir. Azərbaycanda bir çox quş növləri var ki, qırmızı kitaba düşüb. Bunu buradan deyirəm ki, bütün ovçular bilsin. Bunlar əsasən turaşdır, kəklikdir, qırqovuldur, sonra qızılqazdır, ququşlarıdır. Heyvanlar arasında, məsəl üçün, bizim dağlarda yaşayan heyvanlarımız var ki, hansı ki, ümumiyyətlə bunların ovu qadağandır bir dağ keçisindən başqa. Mütəxəssislərin fikrincə, maarifləndirmə nə qədər güclü olsa, ovçuluq sahəsində bir o qədər məsuliyyətli və peşəkar yanaşma formalaşar. Məqsəd məsələni qadağa ilə deyil, ovçuluq mədəniyyəti ilə tənzimləməkdir. Səkinə Hacıyeva, Xaliq Qurbanlı, ASTV Xəbər.